Salam hörmətli yoldaşlar. Bu videoda biz tekst şəklində verilmiş nöqtələrin öz yazıldığı kodlara gətirilməsi məsələsinə baxacağıq. Məsələn, əlimizdə belə bir misal var. Baxın, baxmayaraq ki, burada yazılıb məsələn 29.214, ancaq biz bunun propertisinə baxsaq, position z, yəni yüksəkliyi 0-dır. Yəni bu 0 yüksəkliyindədir. Eləcə də digər bu nöqtələrin hər birini biz bir-bir baxsaq, hamısı 0 yüksəkliyindədir. Biz bunları bir-bir əllə də, məsələn, hər birini seçib öz yazıldığı yüksəkliyə gətirə bilərik. Düzdür, bu şəkildə də eləyə bilərik. Məsələn, seçib bura 29.214 yazırıq və təkrar buna baxdıqda görürük ki, öz koduna gəlib. Ancaq burada görün, nə qədər belə nöqtə var. Bunların hər birini bu şəkildə bir-bir eləmək bizdə xeyli zaman itkisinə səbəb ola bilər. AutoCAD Civildə bunları bir əmrlə eləmək üçün gözəl bir funksiya var. Gəlirik burada Surface bölməsinə, Utilities və burada ən sonda Move Text to Elevation əmri var. Sol düymə ilə bu əmri seçirik və mausun yenə sol düyməsi ilə buradakı text nöqtələrinin hamısını seçirik və sağ düyməni vururuq. İndi isə Properties-i aktiv eləyib bir-bir bu nöqtələrin yüksəkliyinə bir neçəsinə baxaq. Baxın, məsələn, burada yazılıb 28.895 həqiqətən də həmin yüksəklikdədir və yaxud burada 29.25 və həmin yüksəklikdədir. Yəni, bunların artıq hamısını da bir-bir yoxlasaq, görmüş olarıq ki, bütün bu nöqtələr öz yazıldığı yüksəkliyə gətirilibdir. Yəni, bir əmrlə istənilən qədər nöqtəni biz öz yazıldığı yüksəkliyə gətirmiş olduq.